Özümü təqdim edim sizlərə. Mən Nahid Hacıyev, məntiq təlimçisi. 2018-ci ildən bu günə qədər peşəkar olaraq bu sahədəyik, müəllimlik edirik. Bizləri ə, izləmək istəyirsinizsə hər hansı sosial şəbəkələrdə YouTube-dan Məntiq Nahid Hacıyev ilə yazmaqla, Instagram-dan A1 Akademik yazaraq bizlərin son layihələri və məlumatlarını paylaşa bilərsiniz. Kimlərləsə və yaxud da özünüz bu məlumatları əldə edə bilərsiniz. Ən son yenilikləri izləyə bilərsiniz. Məsəl üçün, mənim özümün bir layihəm var ki, o layihə haqqında mən tez-tez paylaşımlar edirəm, Fast Logic layihəsi haqqında. Bu barədə sizlərə kiçik bir məlumat vermək istəyirəm ki, Azərbaycanda ilk və yeganə olaraq 20 günə, yəni 20 gün hər gün dərs olmaqla qrupda 3 nəfər olan tələbələrlə birlikdə başlayırıq biz. Hər 5 dərsdən bir imtahanlar olur, sınaq mövzulu imtahanlar olur bizdə və 20 günün yekununda biz tələbələrə bütün məntiq proqramını bitiririk. Və bununla da istənilən imtahan, məntiq olan imtahanlarda gedib ən pis halda 70% nəticəni əldə edir tələbə. Zaten o tələbə 70% nəticə üçün biz ona əgər qaranti veririksə, demək o tələbə bizim 20 dərslik proqramımızı çox yaxşı şəkildə bitirmişdir. Hər kəs o proqrama başlayıb sonuna qədər çata bilmir, deyə biləsiniz. Hətta tələbələr olur ki, 3 günlük dərsdən sonra özləri dözə bilmirlər artıq proqramın çətinliyinə görə və ayrılmaq məcburiyyətinə qalırlar. Biz qrupda 3 nəfərlə başlamağımıza baxmayaraq, sonda bir də görsən tələbə ümumiyyətlə bir nəfər qalır və ya hər hansı bir qrupları birləşdirmə məcburiyyətinə qalırıq. Niyə? Çünki həqiqətən çox ağır şəkildə keçirilən dərs metodikasıdır. Amma eyni zamanda da çox sevilərək keçiririk biz dərsləri. Başqa məlumat vermək istəyərdim. Bizim komandamızın üzvü olan Fərid müəllim var, qanunvericilik müəllimidir, qanunvericilik fənnini tədris edir. 4 ildən artıq olan bu sahədə onun da təcrübəsi vardır. Onu da Dövlət Qulluğu Qanunu nömrə 1 olaraq səhifəsində deyə bilərsiniz. Müəllimin də bir neçə videoları var. O videolardan da onun layihələri haqqında məlumatlana bilərsiniz yoldaşlar. Bu gün açığı çox fikirləşdim ki, nə edim, necə edim ki, sizlərlə bir mən dərs keçim. Düşündüm ki, ən yaxşı halda bir sınaq götürərik. O sınağın izahını verməklə biz dərsimizi yekunlaşdıra bilərik sonda. Gəlin həmin seçdiyim sınağa bir baxış keçirək. İcazənizlə bir dənə gözləyin. Mən onu tam başa gətirim. Burada olan 30 sualdan ibarət olan Dövlət Qulluğunun sadə bir versiyasında olan bir suallar var. Çox ağır deyil. Çalışdığımız qədərilə təbii ki 30 sualı bir neçə mövzulara bölmüşük. O mövzular üzərində mən sizə izahlar verəcəm və sizlər də o sualların izahını izləməklə öz bildiklərinizi gücləndirə bilmədiklərinizi isə öyrənə bilərsiniz yoldaşlar. Hazırsa gəlin başlayaq. Çox vaxtınızı almaq istəmirəm. Dərsi keçid eləyək artıq biz. Demək, bizdə barmaq məsələlərlə bağlı ilk sualla rastlaşırdıq. Gördük ki, burada barmaq məsələsinə dair bizə bir sual çıxıb qarşımıza. Sualın şərti demək olar eyni olur. Ta ki, burada barmaq məsələlərindəki o barmaq işarələrinin nə işə yaradığını yerə qədər. Demək deyir ki, bir şagirdin 4 yoldaşına təklif etdiyi oyun şərti var. Onlar otururlar, bir-birlərinə sual-cavab edirlər. Bir nəfər qıraqdan gəlir, bunları sual verir ki, bu gedişatı, bu təklifi bu kim edir? Bunlar da başlayırlar nə etməyə? Bir-birlərinə məlumatlandırma, bir-birlərinin boyunlarını atmağa. Məsələn, biri deyir ki, mən etmişəm, biri deyir, mən etməmişəm və s. ilə axır. Görə nə deyirlər? Demək deyir ki, işarələrə baxaq zəhmət olmasa. Mən gəlim burada bir yaxşılıq edim mənə. Kiməsə mən burada adminlik verim başqa olaraq. Tələbələr dərsə qoşularkən onları qəbul etsin. İcazənizlə bir dənə səbirli olun. Mən buradan kiməsə verim. Rübabə xanım, sizə versəm yəqin ki, inciməzsiniz. Sizə verəcəm burada hostluğu, adminlik verəcəm sizə. Yeni qoşulan tələbələri zəhmət olmasa qəbul edərsiniz, çünki mən izah edəcəm. İstəmirəm ki, onlar mənə mane olsunlar izah edərkən. Davam edək. Demək, bu kimi sualları həll etmək üçün nədən başlamaq lazımdır? Sadəcə olaraq, sadə bir biz cədvəl çəksək bizə kifayət edir. 5 nəfərdən ibarətdir. Okay. Biz 1, 2, 3, 4 və 5 sağa, yəni sütun formatında yazmaqla, 5 də sətir formatında yazmaqla kifayətlənə bilirik bu cədvəldən. Gəlirik burada cədvəlimizi hazır vəziyyətə getiririk.
Verilənlərlə tanış olaq zəhmət olmasa. Bir daha nə deyirdi? Barmaq işarələri bizə nəyi verirdi? Bizə deyir ki, demək, veriləndə bir nömrəli şəxs barmağı, yəni işarət barmağını yuxarı qaldıran şəxs bizə nə deyir? Demək, sola sağa göstərənlər deyir ki, təklif edən sağdadır və ya soldadır. Daha sonra aşağı istiqamətləndirən özünün təklif etdiyini bildirir. Baxın, diqqətlə izləyin. Aşağı təklif edən, yəni barmağın aşağı işarəsini göstərən oyun özünün təklif etdiyini bildirir. Bu iki nömrəli şəxsdir. Mən bunu bu formatda qeyd edəcəm. Yuxarı işarətin göstərən adam isə bizə deyir ki, özünün təklif etmədi. Yəni, mən təklif etməmişəm. Bu isə deyir, məndən sağdadır, bu deyir, məndən soldadır təklif edən. 3 nömrə isə hər hansı bir cavab verməyib, o susmaq, qızıldır, kəlamla riayət eləməklə məşğuldur. Başlayırıq. Demək, müəllif nə etməlidir? Yəni, belə deyək, müəllim olsun, hər hansı bir şəxs olsun müəllifin yerində fərq etməz. Yəni, siz olun, sualı cavablandıran şəxs nə edir? Düşünür ki, beynində o oyunu təklif edən bir nömrəli şəxsdir və başlayır. Beynində bir nömrəli şəxsi düşünərək, yəni ondan şübhələnərək bir suallar verir. Aha, suallarımıza nə deyəcək bir nömrəli şəxs? Bundan şübhələnib bu deyir. Deyir, mən təklif etməmişəm. Baxın, sualı verən şəxs düşünür ki, edən bir nömrəli şəxsdir. Amma bir nömrəli şəxs özü deyir ki, mən etməmişəm. Demək, nə etdi? O ona yalan cavab verdi. Yalan dediyinə görə biz ora minus qoyarıq. İkinci nömrəli şəxsə sual verir. İkinci nömrəli şəxs deyir ki, oyunu təklif edən mənəm. Əgər iki nömrəli şəxs təklif etdiyini bildirirsə, amma müəllif özü bir nömrəli şəxsdən şübhələnirsə, demək bu da ona yalan deyir. Okeydir? İstiqaməti Allahdır. Yəni yalan danışır. 3 nömrəli şəxs ümumiyyətlə heç bir suala cavab vermir. Ona görə mən ora bir sual işarəsi qoyuram. Amma 3 nömrəli şəxsin cavab verməməyi o demək deyil ki, biz ondan şübhələnməyəcəyik və yaxud da oyunu təklif edənlər arasında olub-olmamağını biz onu düşünərik ya da düşünə bilməli kimi bizim elə bir ixtiyarımız yoxdur. 4 nömrəli şəxs nə deyir? 4 nömrəli şəxs deyir ki, təklif edən məndən sağdadır. Ondan sağda yalnız bir nəfər var. Demək, yalan deyir. Mən hələ ki düşündüyüm şəxs onun solunda yerləşir, amma bu deyir təklif edən sağdadır. Demək, bu da yalan dedi mənə. 5 nömrəli şəxs nə deyir? Deyir, bəli, oyunu təklif edən məndən solda yerləşir. Bir nömrəli şəxsdən şübhələnmişik. Həmin bir nömrəli şəxs 5 nömrəli şəxsdən solda yerləşdiyinə görə, demək, bu mənə doğru istiqamət verdi. Mən bunu uzadaram. Bunun iki yol var. Bu kimi misalların həll olunmasının iki qaydası var. Birinci qayda cədvəli başdan ayağa işləməklə, ikinci qayda isə artıq deyilən cavablardan yola çıxmaqla. Halbuki də ən elə asanı da budur. Mən sizə məsləhət görərəm ki, imtahanlar zamanında bu metodikadan istifadə edin. Lakin təcrübəniz varsa. Təcrübəniz yoxdursa, sizə bunu məsləhət görmərəm. Elə cədvəli başdan ayağa doldurmağınızı məsləhət görürəm. Niyə? Çünki onu o şəxs edər ki, həqiqətən təcrübəlidir. Buna dair bir neçə dəfə testlər işləyib, təcrübəlidir və o rahat şəkildə bunu həll edə biləcək. Okeymi? Davam edirik. Artıq bu səfər şübhələndiyi şəxs 2 nömrəli şəxsdir. Gəlin indi 2 nömrəli şəxsdən şübhələndiyi halda alınan cavablara baxaq. Zaten alınan cavablar heç vaxt dəyişilməyəcək. Düşünək. Bir nömrəli şəxs indi deyir ki, mən etməmişəm. Bəli, müəllifə görə, müəllifin düşüncəsinə görə 2 nömrəli şəxsdir edən. Amma bir nömrəli şəxs də deyir ki, bəli, mən etməmişəm. Demək, bu səfər onu düzgün yol göstərir. Yəni, mən etməmişəm, məndən başqa kimsə eləyib. Ehtimal var ki, bəli, 2 nömrəli şəxs edə bilər. Ona görə bu mənə doğru danışdı. 2 nömrəli şəxs nə deyir? Deyir, bəli, mən etmişəm. Boynunu alır, yəni bu da doğru cavab verir. 3-dən zaten vas keçirik, birbaşa 4-ə keçirik. 4 bu səfər də bizə yalan məlumat verir, yoldaşlar. 4 nömrəli şəxs mənə bildirir ki, edən məndən sağdadır, amma halbuki onun solunda yerləşir 2 nömrəli şəxs. Demək, yalan dedi. 5 də bu səfər mənə doğru bildirir və deyir ki, edən mənim sol tərəfimdədir. Yəni, doğru danışmış olur. Biz bunu axıra qədər edə bilərik. Lakin gəlin, qısa olaraq mən sizə indi variant üzərindən necə, yəni bunların cavabları üzərindən necə yola çıxıb həll olunur qısa olaraq, onu mən də sizə göstərim. Baxın, bir nömrəli şəxs bizə o zaman yalan deyəcək ki, mən ondan şübhələndiyim zaman, yəni birinci ehtimalda. Həqiqətən də birinci ehtimalda mən onun özündən şübhələndim, o mənə istiqaməti yalan danışdı, yəni yalan verdi. Mən ondan şübhələndim və o mənə yalan dedi, yoldaşlar. Doğrudurmu? Digər ehtimallarda isə o mənə doğru deyəcək. Niyə? Çünki 2-dən, 3-dən, 4-dən, 5-dən şübhələndiyim zaman o deyir, bəli, mən etməmişəm. Yəni başqa birisi edib. Ona görə digərlərinə mən plus qoyacam. Növbəti. 2 nömrəli şəxs mənə o zaman doğru danışar ki, mən yalnız ondan şübhələndiyim zaman fikirlərimiz üst-üstə düşəcək.
Amma digərlərindən şübhələndiyim zaman elə onun hey sözü dediyi budur. Mən etmişəm, mən etmişəm, mən etmişəm və bununla irəli getmək olmaz, onu almaq olmaz. Demək biz digərlərində ona minus qoyacağıq. 4 nömrəli şəxs o zaman bizə yalan danışacaq ki, o zaman bizə yalan danışacaq ki, biz 1, 2, 3, 4 nömrəli şəxsdən şübhələndiyimiz zaman, aydındırmı? Çünki o mənə hər dəfəsində deyir ki, elə eləyən 5 nömrədir, eləyən 5 nömrədir. Amma o zaman mənə doğru danışacaq ki, həqiqətən də mən 5 nömrəli şəxsdən şübhələnəndə o mənə doğru istiqamət verəcək. 5 nömrəli şəxs isə bildiyiniz 4-ün əksidir. El istiqamətdən də görürsünüz. 5 nömrəli şəxs mənə o zaman doğru danışacaq ki, 1, 2, 3, 4 nömrəli şəxslərdən şübhələnəndə o mənə deyəcək, bəli də mənim solumdadır. O zaman mən bunlara plus qoyaram, lakin özündən şübhələndiyimdə isə mən ora minus qoymalı olacağam. İndi keçirik, bizdən nə istədiyinə baxırıq. Düşür aşağı. Mənə deyir ki, doğru və yalan məlumat verənlərin sayı eynidirsə, vəziyyəti göstərən şəklə əsasən oyunu təklif edə biləcək şagirdlərin sıra nömrəsini göstərin. Baxın yoldaşlar. Burada nə edirik biz artıq? Bizə deyir ki, doğru və yalan söyləyənlərin sayı eyni olsun. Baxıram, hansı sırada məndə doğru və yalan məlumat verənlərin sayı eynidir. Bunun rəngini dəyişək, artıq bir yaşıl rəngdən istifadə edək, rənglər qarışmasın deyə, gözümüz yorulmasın deyə. Baxıram ki, birinci nömrədə doğru və yalan danışanın sayı nə qədər oldu yoldaşlar? Deyin, 3 yalan danışan var, 1 doğru danışan var. O zaman mən yazacağam, bura 3, bura 1. 2 nömrəlidə isə 3 doğru və 1 yalan danışan var. Qeyd elədim. 3 nömrəlidə nə deyir? Deyir ki, 2 yalan və 2 doğru danışanım var. Bu 4-də də belədir, bu 5-də də belədir. Demək, bizdən istədiyi nə olmuşdu? Doğru və yalan məlumat verənlərin sayı bərabər olsun. Hər iki hallara baxıram. Hansı sıralarda bərabərdir? 3, 4 və 5-ci sıralarda olan şəxslərin verdiyi məlumatların sayı bərabər olacaq. Həm doğru cavab verənlərin, həm də yalan məlumat verənlərin sayı eyni olacaq yoldaşlar. Demək biz buna əsasında, yəni aldığımız cavabın əsasında variant olaraq 3, 4, 5-i götürmüş olacağam. Baxın, mənim elə bir uzun zamanım yoxdur. Hər dəfəsində sizlərdən soruşa bilmirəm təəssüf ki, kim nəyə başa düşdü, kim nəyə başa düşmədi. Sadəcə olaraq məqsədimiz burada açıq dərs keçməkdir ki, hər dəfə digər şəxslərə mən ayrı-ayrı da bunu keçməyi fiziki cəhətdən və mənəvi cəhətdən çatdıra bilmirəm artıq. Ona görə belə bir proqram düşündük ki, sizlər bura qoşulursunuz, mənim açıq dərsimdə iştirak edirsiniz. Zaten kimlərsə istəyərsə ki, bu sualların ətraflı məlumatlarını almaq üçün, izahlarını almaq üçün o zaman şəxsi də təbii ki, mənə sonradan yazarlar. Yenidə mən sizə bunlarla bağlı video materiallarımı ataram və siz çox rahat şəkildə öyrənə bilərsiniz. Gəlirik ikinci suala. İkinci sual bizim çox məşhur bir 2023-cü illərdə olan bir suallardandır. Dövlət qulluğunun qəbullarına düşmüş suallardandır yoldaşlar. Burada fərqli suallar düşə bilər. 2 üstü 156 olsun, 2 üstü nə bilim neçə olur olsun fərq etməz və yaxud da 7 üstü 16 olsun. Mənim bununla bağlı bir YouTube-da videom var. Onu sizə göstərmək istəyirəm icazənizlə. Buradan həmin o videoya baxa bilərsiniz. Göstərirəm sizə. Nahid Hacıyevlə olan qüvvət misalı var. Girib o videonu axtarıb tapmaqla ətraflı başdan ayağa tərtəmiz onu öyrənə bilərsiniz. Orada istənilən ədədin qüvvətlərinin hansı necə formada bitməyi vardır yoldaşlar. Gəlirik indi həmin o sualı mən sizə izahını verirəm. Bu kimi suallarda biz nə edərik? Mən 7-dən çıxacam yola. 7 üstü 1. Sadəcə bunları göstərəcəm. Çünki bizim sualımız 7-yə dairdir. Mən qələmi dəyişim icazənizlə. 7 üstü 1 eləyər 7. 7 üstü 2, yəni 7-nin kvadratı deyirlər buna. Orfoqrafik cəhətdən, üzr istəyirəm, orfoepik cəhətdən 49 edər. 7-nin kubu 343 etmiş olar. Bəli, 343 edir. Və sonrakı ədəddə artı vurub ehtiyac yoxdur açmağa. Sadəcə olaraq 7-nin 3-ə vuranda sonu 1 ilə qurtarmağa kifayət edir bizə. Demək, yoldaşlar, 7-nin üzərində 1 olanda 7 ilə bitir. 2 olanda 9 ilə bitdi. 3 olanda 3 ilə bitdi. 4 olanda 1 ilə bitdi. Sonu 1 ilə bitdi. Bizə də hansı rəqəmlə bitməyini soruşur. Bu halda nə edirik biz? Demək, 7-nin qüvvəti 4 fərqli rəqəm ala bilirsə, sonu 4 fərqli rəqəm ala bilirsə yoldaşlar, o zaman 7-nin qüvvətində olan həmin o 16-nı mən fərqli rəqəm ala biləcəyinə bölürəm
Və görürəm ki, bu tam bölünür yoldaşlar. Doğrudurmu? Tam bölünür. Yəni 16 4-ə tam bölündüyünə görə mən 16 bu 1, 2, 3, 4-dən də tam bölünən hansıdır? 4-ə tam bölünən yalnız 4 olduğu üçün demək 4-ün də özünə 4 tam bölünə bildiyinə görə sonu nə ilə qutaracaqmış? 1 ilə qutaracaqmış. Məsələn, deyək ki, bu 16 deyildi. Sizləri yormayacaq. Məsəl üçün bu 15 imiş. 15 4-ə tam bölünür, 3 dəfə düşür və 3 qalıq qalır. Doğrudurmu? 3 qalıq qalarsa nə edirik? Bizə neçə dəfə olmağı kifayət, yəni lazım deyil. Bizə lazım olan onun qalıq qalma hissəsidir. 3 qalıq qalıbsa, o zaman 7 üzərində 3-ü bilməyiniz kifayət edəcək ki, sonu 3 ilə bitəcək. Demək, bizim əgər elə bir variantımız olsaydı, yəni belə bir sualımız olsaydı ki, 7 üstə 15 hansı bir sonlu rəqəmlə bitər, onda biz onu tapacaqdıq ki, sonu 3 ilə bitəcəkdi. Niyə? Çünki 7 üstə 3 sonu 3 ilə bitir. Burada 15 olmasın, 1515 olsun, yenə də fərq etməz. Biz onu 4-ə böləcəkdik. Qalan qalığı, zaten qalan qalıq 4-dən aşağı bir rəqəm eləyəcək. 3, 2 və ya da 1 eləyə bilər. Doğrudurmu? Tam bölünsəydi zaten 4-ə, dediyimiz kimi o zaman 1 olur. Amma tam bölünmürsə, qalıq nə qalırsa, gətirib 1, 2, 3-də son hansı rəqəmlərlə bitirsə, onu qeyd edirsiniz. Bu barədə dediyim kimi mənim xeyli bir, çox gözəl bir izahlı videom var. Girib ona YouTube səhifəsindən baxa bilərsiniz. Hitori bildiyiniz bir Yapon oyunudur. Bildiyimiz bizim daha uşaqlıqdan işlədiyimiz onun ulu babası olan Sudokunu işləmişik. Sonra Sudokunun bir neçə növü oldu. Jigsaw Sudoku yarandı. Jigsaw Sudokunun adi Sudokudan fərqi məsələn bildiyimiz kimi bloklarındadır. Sonra belə bir oyunlar yarandı. Hitori, daha sonra dəyişiklik oldu. Göydələn ona ingilis oyunudur, Yapon oyunu deyil, Skyscrapers deyirlər. Daha sonra Futoshiki var, Aquarium var və ya da Nari Nari var və bir neçə bildiyiniz Yapon oyunları var və mən sizə məsləhət əgər istəyirsinizsə, hitoru.puzzle.com saytına daxil olmaqla orada bir neçə oyunları da öyrənə bilərsiniz və yaxud da bununla bağlı da mənim bir neçə videolarım var, mənə yazaraq o videolara dair materialları sizə göndərə bilərəm. Eyni zamanda mən sizə bunu deməyi unutdum. Bizim WhatsApp qrupumuz da var. WhatsApp qrupumuzda da 300 nəfərlik bir qrupdur. Oraya daxil olmaqla siz gündəlik suallarınızı verib öyrənə bilərsiniz əzizlərim. Davam edirəm. Hitorini gəlin işləyirik. Hitorin qaydaları haqqında məlumatları vermək istəyirsinizsə, Hitoridə yenə də orada mənim materialım var, qısa bir konspektim var. Həmin o konspektdə qeydlər yazmışıq. Məşhur bildiyiniz 5 qaydası var Hitorinin. Hitorin qaydalarını əgər istəyirsinizsə, gəlin burada sizə kiçik izah verim. Anons keçək o hissəsini. Birinci qayda, iki eyni ədədin arasında gələn ədəd dairəyə alınır. Okey? İki eyni ədədin arasında bu ədəd də ola bilər, bu verilən də ola bilər, bu simvol da ola bilər. Qısa olaraq biz bunu ədəd də deyə bilərik və yaxud da verilənlər də deyə bilərik yoldaşlar. Baxırıq ki, iki eyni ədədin arasında gələn hər hansı bir ədəd varmı? Buradan biz bir yola çıxaq. Əgər yoxdursa, heç də təəssüflənməyəcəyin, çünki təbii ki, bir neçə qaydalar var ki, o qaydalardan biz yola çıxacağıq. Bəli, var. Burada görürəm artıq. 2 dənə 3-ün arasında 3 gəlir. Mən bunu qoruyaram. Yoldaşlar, ikinci qaydamız odur ki, sətir və sütunda eyni veriləndən 2 kəz ola bilməz. Məsəl üçün, burada 2 dənə 3 var sətirdə. O 3-ün biri olacaq, biri olmayacaq. Və yaxud da bu sütunda 3 dənə 3 var, biri olacaq, ikisi olmayacaq. Lap 5 dənə 3 olsaydı, onun biri qalacaqdı, digər 4-ü silinməlidir. Amma məqsədimiz burada bizim silmək deyil, məqsədimiz burada bizim qorumaqdır yoldaşlar. Qorumaqdır. Yəni, silərkən biz x-dən istifadə edirik, qoruyarkən isə dairədən istifadə edirik. O zaman biz bunu qoruduq. Növbəti, avtomatik nə edərik? Bu ədədlərin hər ikisi də silinmiş olar. Üçüncü qaydanı tətbiq edirik artıq. Üçüncü qayda əslində bu qaydadan riayət olunur. Yəni, iki eyni silinən yanaşı gələ bilməz və ya iki eyni silinən alt üst gələ bilməz. Demək, o zaman bu nəyə gətirib çıxarır? Ona gətirib çıxarır ki, silinənin 4 bir tərəfində ədəd varsa, mütləq qoruyarıq. Məsələn, yuxarısı sərhəddir artıq. Mən digər ətraflarını qoruyaram. Silinənlərdən gedir söhbət. Mən silinənlərin ətrafını qoruyaram. Dördüncü qayda, mən indi o hissəyə çatmamışam, o hissəyə çatdıqda bunun sizə izahını verəcəm, narahat olmayın. Gəlin sizə bir dənə də başqa bir ipucu verirəm. Bu ipucu ki, sizlərə həqiqətən iki eyni ədədin arasında olan bir şans olmasa, başlanğıc nöqtəniz olmasa, bu sizə çox mütləq kömək eləyəcək. Qələmi dəyişim mavi ilə işarə eləyim, orasını ki, görəsiniz. Baxın, burada sütunda 2 dənə 1 var, fikir verin, 2 dənə 1 var. Bunu mən uzatsam, görəcəksiniz ki, sətirdə də bir dənə 1 var. Yəni, bunlar bax, üçlü formatda olan birlərdən ibarətdir.
Bu qaydada olan hər hansı bir başlanğıcınız varsa, yenə deyirəm, dörtlü formata aid deyil. Əgər bu sütunda da 2 dənə 1 olsaydı, artıq dörtlü format olardı. Bu fakt üçlü formatda 1-dir. Bu heç bir yerə deyilən bir qayda deyil. Yəni heç bir YouTube-da, heç bir müəllim tərəfindən deyilməyib. Bunu diqqətlə analiz edin və videosuna da baxarsınız yenidən. Baxın yoldaşlar, bu kimi suallarda mütləq şəkildə bizim 3 dənə 1 varsa, onun birini silərəm, digər ikisini qoruyaram. Niyə? Çünki bizim oyunun məqsədi silmək deyil, qorumaqdır. Yəni qoruyanların sayı daha çox olmalıdır, nəinki silənlərin sayı. Hə, belə də ola bilərdi. Deyə bilərsiniz ki, müəllim, mən götürüb bunları silərdim, bunu qoruyardım ki, mane olmasın bu birə. Axı dedik sətr sütunda yalnız eyni ədəddən veriləndən bir dənəsi qalmalıdır. Amma burada axı biz ikisini sildik yoldaşlar, birini qoruduq, okeymi? Ona görə demək biz doğru etmiş olmadıq belə etsəydik. O zaman davam edirəm. Vaxt itirmədən davam eləyək. Həmin o bir hissəsinə qayıdaq. Bir hissəsinə qaydırıq, qələmimizi də dəyişirik yenidən. Onda mən bunu silərəm, ətrafını qoruyaram. Bunu da qoruyaram. Bu biri qoruyaram mütləq şəkildə. Əla, davam edirik. Növbəti. Burada qoruduğumuz artıq bir neçə ədədlər var ki, o ədədlər mənə öz sətr sütununda kömək edir. Məsəl üçün, bu 4-ə əsasən baxın. Bu 4 gəldi qorunduğuna görə bu 4 mütləq silinməlidir və bu 4 də avtomatik qorunmalıdır. Çünki həm sətirdə başqa 4 silindiyinə görə o biri 4-də işimiz yoxdur. Eyni zamanda silindiyinə görə ətraflarını qoruyarıq yoldaşlar. Baxın, görürsünüz qaydalara əsasən biz silirik. Qaydalara əsasən biz riayət edirik. Yoxsa mənim keyfim istəyir 1-i silim, mənim keyfim istəyir 5-i silim, söhbəti yoxdur yoldaşlar. Okeymi? Nə edirik? O zaman gətirdik biz buradan başqa bir ədədlərdən yola çıxırıq. Məsəl üçün, sətr sütununa baxaq görək 1 varmı? Hardansa köməyə çıxaraq. Və ya 2 varmı? Bəli, burada 2 var. Burada da 2 var. Amma mən oradan hələ yola çıxa bilirəmmi? Bəli, çıxa bilirəm. Bu 2 əsasən bu 2 silinməlidir. Niyə? Çünki sütunda başqa bir 2 qorunur. Bunu sildim mən. Okey, davam edirəm. Başqa hardan yola çıxaq? İndi 4-cü qaydaya demişdim ki, mən artıq bunu bir neçə dəfə işləyəndən sonra o hissəsini çatacağam. Yoldaşlar, baxsanız görəcəksiniz ki, biri mən burada silə bilmərəm. Niyə? Çünki 4-cü qayda deyir ki, hər hansısa bir verilən dairəyə alınıbsa, yəni qorunubsa, həmin o qorunanın digərləri ilə sətir və sütun formatında əlaqələri olmalıdır. Sağ, sol, yuxarı, aşağı formatında əlaqəsi olmalıdır. Yəni, bu 4-cü qaydadan riayət eləməklə 5-ci qaydaya keçid edə bilərik ki, bunlar blokadaya düşə bilməz yoldaşlar. Yəni, 5 aşağıdan sərhəddədir. Soldan qapanıb, irəlidən qapanıb, yəni yuxarıdan qapanıb. Sağ tərəfi də bağlansa, bu 5 yanlış olacaq. Yəni, bütün digər qorunanlarla əlaqəsini itirmiş olacaq. Bunu da qeyd edim ki, biz burada diaqonal şəkildə əlaqələndirə bilmirik. Yalnız sağ, sol, yuxarı, aşağı, sətir və sütun ədədləri, xətləri deyirlər də, bunu biləsiniz. Davam edirəm onda. Bu biri mən qorudum. Əla. Bu 3, 5, bunların əsasında baxaq görək, sətr sütununa nə yola çıxa bilirəm? Bu 3 burada qorunduğu üçün mən bunu mütləq şəkildə silərəm. Sildiyim üçün ətrafını qoruyaram. Daha sonra baxıram. Bu 2 əsasən haradasa mən nəsə görürəmmi? Zaten bu 2 əsasən də bunu qoruya bilirdim. Bəli, bu 3, 2 dənə 3-ün arasında 5 gəldiyi üçün mən bu 5-i qoruyuram. Bu 3 əsasən silinər, ətrafını da qoruyaram. Bu 3 silindiyi üçün də bu 3-ü mən qorumuş oluram. Və indi bizdən istədiyi nədir yoldaşlar? Mənə deyir ki, Hitorla həll edin və 5-ci sətirdə silinənlərin hasilinin yarısını tapın. Yəni 5-ci sətr buradır. 1, 2, 3, 4, 5. Silinənlər nə idi? 2 və 3-dür. 2-ni 3-ə vurub 2-yə böldükdə eləyər, elə cavabımız 3 yoldaşlar. Bu da bizim C variantı. Bunu da bitirdik. Növbəti, baxırıq başqa bir sual tipinə. Göydələnlər, bayaq dediyim ingilis bir oyunudur. Skyscrapers gedir adı. Göydələnləri həll etmək üçün çox gözəl, o da çox asan bir qaydası var. Ona da dair bir neçə videolarımız var. Dediyim kimi, bu sadəcə olaraq göstəriş bir videosudur. Sırf burada məqsəd hər hansı bir mövzunu başdan ayağa öyrətmək deyil. Sadəcə olaraq, yəni belə deyək də, nəyimiz var, onu göstərdik anlamında daşıyır, reklam xarakterli daşıyır. Amma sırf həqiqətən öyrənmək istəyirsinizsə, şərt deyil dərslərimizə qoşulasınız. Hər hansı bir videolarımızdan da yararlana bilərsiniz. Bunun üçün sadəcə bizə yazmanız kifayət edir. Baxırıq. Başlanğıc nöqtəsi nədən ibarət? Ümumiyyətlə, bu göydələn nədən ibarətdirsə deyim. Göydələn bundan ibarətdir ki, verilən, bax, burada ədədlər var. Sətr sütununda biz ədədlər görürük. Bunlar sanki bir həyətə, bir məhəlləyə yığışmış insanlardır. Bax, belə düşünün. Həmin o insanlar öz oxları istiqamətində haradır? Bax, bu istiqamətdədir.
Məsəl üçün, burada deyək ki, olsun adlara görə çəkilən, burada olsun, məsəl üçün, X adlı bir şəxs deyir ki, mən buradan baxanda məhəllənin bu başında dayanmışam, mən 2 dənə bina görürəm. Bu bir dənə bina görür. Hər biri özünün rəqəmi qədər bina görür qarşısında. Demək nədir? Bu məhəllədə yoldaşlar, məhəllədə 16 dənə xana var. Yəni 16 dənə bina var deməkdir. Bu hər bir kvadrat bir binanın göstəricisidir. Və binalarımız 4-ün 4-ə formatında olduğuna görə demək maksimum 4 mərtəbəli bina olacaq. Yəni 1 mərtəbəli binamız var, 2 mərtəbəli binamız var, 3 mərtəbəli binamız var və 4 mərtəbəli binamız var demək yoldaşlar. Biz bu 1, 2, 3, 4 mərtəbəli binaları sətr üstünə elə düzməliyik ki, Sudoku qaydasına əməl etsin, yəni təkrarlanmasın. Amma eyni zamanda da yoldaşlar, eyni zamanda verilənlərə də riayət etməliyik. Məsəl üçün, bu şəxs Y adlı şəxs deyirsə ki, mən buradan baxanda 3 dənə bina görməliyəmsə, biz ona doğru riayət etməliyik. Okey. O zaman bu kimi testlərə başlayanda ən asan yol nədir? Ən asan yol ya 1 yazılan yerlərə baxırıq, ya da 4 yazılan yerlərdən biz başlaya bilərik. Məsələn, harada 4 gördünüzsə, onun qarşısına çox rahat şəkildə 1, 2, 3 və 4 yazın. Buradakı yazdığım 1, 2, 3, 4 mərtəbələrinin sayıdır, binanın mərtəbələrinin sayıdır. Yəni 1 yazmışamsa bu 1 mərtəbəli bina deməkdir. 2 yazmışamsa 2 mərtəbəli bina deməkdir yoldaşlar. Həqiqətən də bu, deyək ki, Osman adlı bir şəxsdir. Osman deyir ki, mən buradan baxanda 4 dənə bina görürəm. Bəli, 1 mərtəbəli binadır. Bax, o şəxs burada dayanıb, deyək ki, o şəxs burada dayanıb. Bu onun əl qolu. 1 mərtəbəli, arxasında onun 2 mərtəbəli dayanır. 1-ə baxanda 2-ni də görür. Niyə? Çünki 2 1-dən hündürdür. 3-ü də görəcək. Niyə? Çünki 3 2-dən də hündürdür. 4-ü də görəcək. Niyə? Çünki 4 də 3-dən, 2-dən və 1-dən hündürdür deyə görəcək yoldaşlar. Okey. O zaman nə edərik biz? Daha sonra nə edirik? 4 olan hissə qurtardısa, o zaman 1 olan hissələrə nəyə riayət edirik? 1 mərtəbə görən şəxs, üzr istəyirəm, 1 bina görən şəxs, yoldaşlar, demək orada 4 mərtəbəli bina dayanıb ki, o arxasına qalan digər binalar o 4 mərtəbəlidən balaca olduğu üçün onu görməyəcək. Aydındırmı? Görməyəcək onu. O zaman başlayaq. Bizdən də nə istəyir? Gövdələrini həll etmək və ikinci sütunu yuxarıdan aşağı düzmək. Yəni 4-dən başlayıb 2-yə doğru gəlməliyik. Başlanğıc binamız 4 mərtəbədir. Ortada 2 dənə bina qalır. O 1, 3 hansı olduğunu bilmirəm. Sonu da 2 ilə bitməlidir. Variantlar əsasən artıq mənim əlimdə B və D variantları qalır. Davam edək. Deyir ki, mən 3 dənə bina görməliyəm buradan baxanda. Gəlin baxaq. Mən bura 3-də 1 yazılsam, o 3 dənə binanı görəcək. 2-ni görür, 3 2-dən hündür olsun. 3-ünü də görəcək. 1-i görəlməyəcək, çünki 3-dən kiçikdir deyə 4-ü görəcək, hamısından böyük olduğu üçün 3 dənə binanı görür. Lakin mən, yoldaşlar, bura 1, bura 3 yazsam da eyni sayda mən görəcəm. Yəni 3 dənə binamı görmüş olacam. Demək, mən buradan yola çıxa bilmirəm. İndi bilmirəm B-dirmi, yoxsa D-dirmi. Demək, bizim ipucumuz başqa yerdən yola çıxmaqdır, əzizlərim. Belə olduğu halda heç də özünüzü itirmirsiniz. Bir qayda var, o qaydaya riayət edirsiniz. O qayda nədir? Sətir sütununda bildiyimiz kimi, verilən rəqəmlərin hər biri düzülməlidir, bir-birinə təkrarlanmadan. Mən bu sütuna baxıram, 4 yazılıb, bu sütunda 4 yazılıb, bu sütunda 4 yazılıb, bax bu sütunda 4 yazılmayıb. Fikir versəniz, bax burada 4 yazılmayıb, mən onu qeyd eləməliyəm. Amma bu sıradan hansına yazılmalıdır? Onu tapmağımız üçün bir də biz sətirlərdən istifadə edəcəyik, əzizlərim. Baxıram. 4 var, 4 var, 4 var. 4 harda olmalıdır? Demək, burada. Birləşmə nöqtəsində, ikisinin birləşmə nöqtəsini hər zaman gətirirsiniz, axtardığınızı qeyd edirsiniz. Bu da bizim 4-ü yazdığımız bir nöqtə. Bu sizə adi gələ bilər, amma inanın çox kömək edir sizlərə, biləsiniz. Aha. İndi davam edək, başqa bir yoldan çıxırıq. Görək harda bir ipucu axtaraq, biz tapaq. Demək, burada 1, 2, 3, 4 yazılıb, 3 ilə 4. 2 dənə, burada biz ya 2, 3 yazmalıyıq, ya buradan çıxmalıyıq yola. 3 ilə, yox, sorry, 2 ilə 1 yazmalıyıq. Burada mən yola çıxdıqda baxanda görmürəm. Çünki hər ikisini yazanda doğru ehtimalı gələ bilir. Gəlin biz buradan baxaq görək, yola çıxa bilirikmi? Mən bura 3 yazsam, bura 2 yazsam, bu doğru gəlir. Fikir verin, 3-ü görür, 2-ni görmür, bir də 4-ü görür. Lakin mən onların yerini dəyişik yazsaydım, yəni 2-ni daha sonra 3-ü yazsaydım yoldaşlar, nə görəcəkdik? Bu 3 dənə bina görəcəkdik. 2-ni, 3-ü və 4-ü görmüş olacaqdım. Okey? Onda demək elə biz birinci bura 3 mərtəbəli binanı yazırıq, daha sonra 2 mərtəbəli binanı qeyd edirik. Bu sıra uyğun gəlsin. Növbəti. Burada 1 ilə 2 çatmır.
Bunun üçün mən nə edərəm? Bax, buradan kömək istəyərəm. Bu 3 dənə bina görür. Mən 1, 2 yazsam, 4 dənə binanı, belə 3 dənə binanı görəcək. Lakin mən 2 ilə 1 yazsam, fikir verin, o 2 dənə bina görmüş olacaq. Ona görə elə biz həqiqətən də gətirib bura 1-i, daha sonra 2-ni qeyd eləmiş olaraq. Bura nə çatmır? 1 çatmır. Növbəti yola çıxaq. Burada 2 dənə bina görməlidirsə, 3-dən 1. Mən bura 3 yazsam, avtomatik bu 3 dənə bina görəcək. Ona görə 1 yazıram. Demək də 3 də bura düşür. Bura 3 düşəcək, burada 2 düşəcək. Bununla da biz göydənələrimizi həll etdik. Və uyğun variantımız 4, 1, 3, 2 olan variantdır. Yəni, bir arkadaşlar. Növbəti. Bu arada deyim ki, bizim 1 dəqiqə vaxtımız qalıb. 1 dəqiqədən sonra yenidən həmin linkə, yoldaşlar, harada, əgər o link qarşınıza çıxmışsa, həmin o linkə də elə olduğu kimi qoşulacaqsınız və daha sonra davam edəcəyim biz ikinci səsinə də. Növbəti 5-ci sualda bizə deyir ki, belə bir qanun uyğunluqdur. Qanun uyğunluğunuzu həll edin. Qanun uyğunluğu həll etmək çox çətin sual tiplərindən biridir. Çünki qanun uyğunluğun ədədi ardıcıllıqlar deyirlər bu mövzuya. Bir neçə qaydaları var. O qaydalardan biri də burada qeyd etdiyimiz hesab qaydasıdır. Demək, nə edib? 28-dən 29-u tapmaq üçün sadəcə üzərinə 1 gəlib. 29-dan 27 üçün 2 çıxıb. 27-dən 3 almaq üçün 3-ə bölüb. Əməliyyatların hər birini təkrarlanmadan ardıcılıqla gedirik. Plus, minus, bölmə, çox güman indi də vurma gələcək. Bəli, vurma. Və rəqəmlər də 1, 2, 3, 4 olaraq artır. Növbəti baxın. Artıq neçədədir sıra? Qayda toplamadadır. Okeymi? Növbəti 5 gəlir. İndi 6 çıxmalıdır. Çünki plusdan sonra minus gəlir. Çıxaq 6. Növbə neçədədir yoldaşlar?